28 mayda limitsiz iftar yeyə biləcəyiniz bir yer tapmışam. Qiymət isə cəmi 25 manatdır burada. Təsəvvür edin, lüks məkana gəlirsiniz, iftar vaxtı ürəyiniz nə istəyir, yeyirsiniz, içirsiniz, sonda da şirniyyatla çay. Açıq bufetdir, hər şeydən yararlana bilərsiniz. Ürəyiniz nə qədər nədən istəyir, yeyə bilərsiniz. Şorba, ana yemək, qarnir, salatlar, turşular, məzələr, çörək çeşidləri, meyvə, şirniyyat çeşidləri, çay, kofe, meyvə suyu, pendir çeşidləri, kalbasa çeşidləri. Bir sözlə 25 manata edə biləcəyiniz ən yaxşı iftarlardan biri elə bu restorandadır. Bura 28 mayda yerləşən Irish Lounge-dır. Irish Otelin 6-cı və 7-ci mərtəbəsində yerləşir. Bu arada burada açıq bufet iftardan başqa sahurda olur, o da açıq bufet şəklində verilir. Sahurun da qiyməti adam başı 20 manatdır. Düşünürəm hazırki restoranlarda olan iftar qiymətlərindən hər kəsin xəbəri var. Bəzi restoranlarda adam başı 100-120 manatdır iftar qiymətləri. Ona görə də bu cür münasib qiymətli iftar menyuları paylaşmağa davam edəcəm sizin üçün. Bəs siz haranın iftar menyularını daha çox bəyənirsiniz? Düşünürəm çox baha qiyməti olmasa da bir neçə dəfə restoranda iftar etməkdə dəyişiklikdir. Münasib qiymət olandan sonra niyə də yox? Misal üçün elə bu məkanı mütləq yadınızda saxlayın və bura mütləq gəlin. Bu arada bura 28 mayda metronun ikinci çıxışına yaxın yerdə yerləşir. Restoranın interyeri də həddindən artıq gözəldir. Biz 6-cı mərtəbədə idik, amma burada bir dəfə də 7-ci mərtəbədə olmuşam. Ora daha çox gözəl idi. Və özünün yeraltı parkingi də var. Maşın saxlamaq üçün əziyyət çəkməyəcəksiniz.